Bugünkü yolculuğumuz Naxçıvanın qədim yerlərindən olan Köhnə Mərəlik deyilən Dədəbaba yurdumuzdur. Hal-hazırda Köhnə Mərəlik Qayxı gölünün altında qalıbdır və Köhnə Mərəliyin vadi boyu uzanlığı ərazilərdir. Yəni ki, İdəlik, yaşıllıq deyilən ərazi. Həmin əraziyə biz Yeşil Vadi deyirik. Hal-hazırda gördüyünüz İdəlikdir. Adam onu arıyor zaten. Tağamı, bax. Müharibə dövründə çalıb 2-3 gün qaldığı gizli yerdir bura. Buradan tağamı 2-3 gün öz dediyinə görə durub buradan. Yerim o yanda kuş birden gider şuraya kalkıdan gidiyor. Yapar şuraya şeyin adamını alsa gider. Kalkıp bir şey olur mu? Sağ ol, daha iyi. Aa! Burada bir baktık var. Sağdan mı? Ulaşı burada yağı geçer. Bak bir ha. Aşağı burada şeyde yağı geçer. Rahat kalabilir. Yılmamızın uşaqlarımız buralarda keçir. Öyle değil mi? Buna baxmayaraq bu yaşında mən birinci dəfədir buranı görürəm. Buradan da görünüşü. Sənin görünüşü var. İndi isə gəldik Məralikdə Çomdaş deyilən əraziyə. Çomdaş rəhmətli tağamı 1984-cü ildə 20-si 10-cu ayda gəlib kəndə və Çomdaşa öz adını həkk eləyib. İndi həmin 84-cü ildən bu yana öz tazəliyini qoruyan həmin yazıya baxaq. Həsənov tağı 20-si 10-cu ay 84-cü il. İlk gündəki kimi tazəliyini qoruyur Həsənov. Və burada yazdıktan sonra hal-hazırda o gölün altında olan Köhnə Mərəlik kəndinə gedir və sonunda Paşaya qayıdır. Hal-hazırda həmin kəndin ərazisidir. Burada bəzi yerlər suyun altında görsənir. O qabaqda olanda hal-hazırda yeni təzə Məralikdir. Köhnə Mərəlik və bu vadi boyunca indi biz hal-hazırda bu vadi boyunca gedəcəyik ta parmağıma göstərdiyim yaşıl ərazi var. Oraya qədər gedəcəyik. İdəlik deyilən ərazidir. Yaşıllıqdır. Biz indi gedirik ora, ondan da ablıqlıqsa təşkillərimizi davam edəcəyik. Orada Həsənov, Oktay ilə Məhəmməd Ələm qabaqda gedirlər. Bəli. Gördüyünüz bu daş Çomdaş şəhər. Bu ərazilər hamısı Köhnə Məralikdir. Bizim atalarımızın, babalarımıza, Allah əzdətlarımızın Dədəbaba yurdudur. Hal-hazırda Qayxı gölü Köhnə Mərəlik. Və Köhnə Mərəliyin qəbir sandığının həmən qabağındakı Mərəlik piramidaları. Gördüyünüz piramida isə Mərəliyin piramidasıdır.
idarə edilən ərazidə olacaq. Daha doğrusu bu şeydə yeşil vadi deyilən ərazidə. Yaxşı. Hal-hazırda quraqlıq ərazilərlə yolumuza davam edirik. Çomdaşdan istiqamət aldıq. Gedirik İdəliyə, yaşıllıq əraziyə. Sela boyu, dara boyu gedəcəyik. Bizden dəfə gələndə oraların hamısı laylarlıydı. İstiyorsan. Saçı parmağımı yapıyor, gözüm bakırım da. Az qalıb ki, yeşil vadiyə. Yavaş yavaş gedək. Buradan yemişəm geriyə. Geldik bura, burada hal-hazırda su olmadığından azər bir yarım saatlik su məsafəsi yolundan. Getdi orada su gətirəm. Hal-hazırda İdəlikdəyik. Həsənovlar istirahət edirlər. Aşağıda var, ondan da geçerdi. Oktay Həsənov, Azər Həsənov və Məhəmməd Əli Həsənov. Oktay bir alel Oktay. Bu da bizim grup rəhbərimiz. Mənim də birinci muavin. Burada muavin katib kimdir? Belli deyil. Özünü grup rəhbəri elan elədiyinə görə məcburuq ki, Yoldaş Həsənova grup rəhbəri deyə müraciət eləyək. Gördüyünüz kimi yanına gəlmişik, bayaq dediyimiz məkandayıq, İdəlik deyilən ərazidəyik. Amma həqiqi idə yoxdur. İdəlik deyilən ərazidir, idə çoxdur, amma üzərində idə yoxdur. İndi isə axşama qalmaq üçün çadır qururuq. Axşamda bu İdəlik ərazisində keçirəcəyik. Azər öz əlaməklərini sərgiləyir. Çadır axşam külə uçurmasın.